Salam, hər vaxtınız xeyirli olsun, əziz və dəyərli izləyicilərim. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugünkü mövzumuz 8-ci sinif kitabından 1.8 sürtünmə qüvvəsi mövzusunun izahı olacaq. Sizdən xahişim budur ki, kanala abunə olun və videolardan istifadə edirsinizsə, geri dönüşlərinizi unutmayın ki, bu bizim üçün çox önəmlidir. Başlayaq dərsimizə. Dərsin əvvəlində belə bir şəkil verilib. Deməli, təyyarə uçuş zolağındadır və uçuş zolağında müəyyən izlər var. Təyyarə təkərinin izləri var və bizə sual verir ki, bu izlər periodik olaraq təmizlənir. Nə üçün onlar təmizlənir? Təmizlənməsə burada nə baş verər? Ümumiyyətlə bu izlər necə yaranır? Və biz bilirik ki, təyyarə çox böyük sürətlə hərəkət eləyir və təyyarə tormozlanıb, yəni yerə endiyi zaman artıq məlumdur ki, yerə enir və başlayır sürətini azaltmağa. Həmin vaxtda böyük sürtünmə qüvvəsi yaranır təyyarənin təkəri ilə asfalt arasında. Və həmin sürtünmə qüvvəsinin nəticəsində təyyarənin təkərləri sanki yeyilir və asfaltın üzərində müəyyən bir iz buraxır. Həmin o kauçuk maddə, yəni təkərin üst hissəsi ki, kauçuk maddədən olur. Həmin kauçuk maddə asfalt üzərində toplanır. Və beləliklə həmin izlər əgər aşırı olaraq yığılsa, periodik olaraq təmizlənməsə, həmin izlər çoxaldıqca təyyarənin hərəkətinə mane olar. Təyyarə ola bilər ki, reysdən çıxa bilər, həmin o, yəni yoldan çıxa bilər və böyük təhlükələrə səbəb olar. Ona görə də periodik olaraq, yəni müəyyən bir müddətdən bir həmin izlər mütləq təmizlənməlidir. Sürtünmə qüvvəsi yaranır, sürtünmə qüvvəsinin nəticəsində təkərlər iz buraxır və o da gələcəkdə təmizlənməsə təyyarənin hərəkətinə mane ola bilər. Bu sualın cavabını belə verə bilərsiniz. Ümumiyyətlə, sürtünmə qüvvəsi necə yaranır? Sürtünmə qüvvəsi haqqında danışaq. Ola bilər ki, mən sizin kitabdakı kimi hər şeyi danışmayım, amma ümumən mən sizə izah eləmək istəyirəm ki, yəni siz bu dərsi tam olaraq anlayasınız. Yəni, oradakı ardıcıllıqla danışmaya bilərəm, oradakı cümlələrlə sizə izah eləməyə bilərəm. Əsas məqsədim budur ki, oradakından az olmamaq şərti ilə daha çoxunu anlayasınız. Daha yaxşı şəkildə həm də. Deməli, sürtünmə qüvvəsi nə zaman yaranır? Bir cisim, digər cisim və yaxud da səth üzərində hərəkət edən zaman onlar arasında sürtünmə baş verir. Yəni, sanki siz məsələn yerdə yeriyirsiniz və yaxud stolun üstündə tutaq ki, bir əşya qoyun, onu sürüyürsünüz. Bir cisim digər cisim üzərində sürüşür və yaxud hərəkət eləyir. Tam da sürüşür deməyək, hərəkət eləyir. Hərəkət zamanı yaranır və hərəkətin əksinə yönəlir. Deməli, niyə əksinə yönəlir? Çünki sürtünmə qüvvəsi ümumiyyətlə müqavimət qüvvəsidir, hərəkətə mane olan qüvvədir. Məsələn, təsəvvür eləyin ki, küləkli havadır. Siz küləyə qarşı yerimək istəyirsiniz. Külək nə qədər çox olsa, siz daha yavaş hərəkət eləyəcəksiniz. Bax, həmin o küləyin çox olması müqavimət qüvvəsinin çox olması deməkdir. Yəni, sanki havada sizə qarşı bir sürtünmə var. Havada böyük bir müqavimət qüvvəsi var və sizin rahat hərəkət eləməyinizin qarşısını alır. Sürtünmə qüvvəsi də belədir. Məsələn, maşını yerindən hərəkət elətdirmək üçün arxadan tutaq ki, itəliyirsiniz, rahat hərəkət elətdirə bilmirsiniz də. Ağırda axı müəyyən bir kütləsi var, kələ-kötürlük var onun təkərlərində və s. Bu kimi. Görürsünüz, sürtünmə qüvvəsi çoxdur. Amma kütləsi az olan bir cismi rahat şəkildə hərəkət elətdirə bilirsiniz. Demək, sürtünmə qüvvəsi indi birazdan danışacağıq nələrdən asılıdır. Yəni, sürtünmə qüvvəsi hərəkət zamanı meydana çıxır və hərəkətin əksinə yönəlir. Bunu bilin. Tərif olaraq bu şəkildə qeyd edə bilərsiniz ki, bir cisim, digər cisim və yaxud da səth üzərində hərəkət edən zaman yaranır. Sürtünmə qüvvəsi yaranır və hərəkətin əksinə yönəlir. Bu belə. İndi sürtünmə qüvvəsinin ümumiyyətlə yaranma səbəbləri var. Yəni, bir cisim digərinin üzərində hərəkət edəndə niyə yaranır ki, sürtünmə? Nə səbəbdən? Bu səbəblərdən biri odur ki, səthlərin kələ-kötürlüyü. Yəni, səthlər kələ-kötürdür. Biz həmin səthləri məsələn qıraqdan tam hamar görürük.
Amma biraz daha yaxından mikroskopik ona baxış keçirsək, görərik ki, səthlər kələkötürdür. Yəni bütün səthlərin hamarlığı eyni deyil, fərqlidir və bizim gördüyümüz kimi hamar deyil əslində səthlər. Deməli, tutaq ki, bir səthdir. Məsələn, stolun üstü bu cürdür. Tam hamar deyil də. Görürsüz, mən tam belə düz xətt çəkmədim. Xəttkeş qoyub çəkən kimi. Ya da biraz belə eləyək. Hə. Bunun üzərində bir cisim hərəkət eləmək istəyir. Təsəvvür edin ki, belə bir səthdə hərəkət edirsiniz. Bir də belə bir səthdə hərəkət edirsiniz. Birinci və ikinci. Hansında rahat hərəkət edirsiniz? Təbii ki, ikincidə. Nəyə görə? Çünki birincidə kələkötürlük daha çoxdur. Kələkötürlük çox olanda sizin sürətiniz azalır. Yəni cismin hərəkət sürəti azalır orada. Niyə? Çünki sürtünmə çoxalır. Sürtünmə hərəkətə mane olur. Bu halda sürtünmə qüvvəsi hərəkətə mane olur. Ümid edirəm ki, hər şey aydındır sizə. Və bir dənə də başqa səbəb var sürtünmə qüvvəsinin yaranmasının. O da deməli səthlərin bir-birinin cəzb eləməsi, yəni səthlərdəki molekulların, tutaq ki, bu səthin üzərində bir cisim hərəkət eləyir və bunların bu sərhəddinə baxsaq, bu cismin və bu da səthin. Bu cismin molekulları ilə səthin molekulları bir-birini cəzb eləyir və bu cəzb etmə nəticəsində sürtünmə qüvvəsi yaranır. Sürtünməni artırıb azaltmaq üçün müxtəlif yollardan istifadə edirlər. Bu da çox önəmlidir, qeyd edə bilərsiniz. Sürtünməni artırmaq üçün səthlər kələkötürləşdirilir, yəni hamarlığı azaldılır. Çünki məsələn bunun üçün nə edirlər? Qışda buzlu yollara duz səpirlər, qum səpirlər. Nəyə görə? Çünki buzun səthi nisbətən hamardır. Və orada hərəkət eləyəndə sürüşməyə məruz qalırıq. Çünki sürtünmə azdır orada. Nə qədər ki, çox kələkötür olsa, o qədər də çox sürtünmə olacaq. Məsələn, qış ayaqqabılarının altına fikir versəz, görəcəksiniz ki, çox girintili, çıxıntılıdır, hamar deyil. İndi düzdür, digərləri də elədir, amma nisbətən baxın ki, məsələn, qış ayaqqabılarının çoxu altı tam hamar deyil. Çünki onda hərəkət eləmək çətinləşər, həmin qış aylarında qara görə. Bu belə. Deməli, nə edirlər? Səthlərin sürtünməsini artırmaq üçün kələkötürlüyü artırırlar. Bəs yaxşı, sürtünməni azaltmaq üçün nə etmək lazımdır? Sürtünməni azaltmaq üçün əksinə, gərək səthlər maksimum hamarlaşsın, kələkötürlük azalsın. Bunun üçün də deyircəkli yastıqlardan istifadə olunur, həmçinin sürtkü yağlarından. Məsələn, deyircəkli yastıq dediyimiz, tutaq ki, bir maşın düşünün, amma təkəri yoxdur. O maşını hərəkət elətdirmək necə olar? Çox çətin olar. Və yaxud da ki, indi görürsünüz, divanların, soyuducuların və digər ağır əşyaların altında bəzilərində təkərlik olur. Təkər. Həmin o təkər əslində sürtünməni azaltmaq üçündür. Yəni, tutaq ki, məsələn, divan da ağırdır, təsəvvür eləyin, təkəri yoxdur. Birində təkəri var. Hansını daha rahat şəkildə hərəkət elətdirə bilərsiniz? Əlbəttə ki, təkər olanı. Çünki təkər olmayan yerlə daha çox təmasdadır və o molekullar bir-birini tam cəzb eləyir, daha çox cəzb eləyir. Ona görə də sürtünmə artır və hərəkət elətdirmək çətinləşir. Amma deyircəkli yastıqlardan istifadə edəndə onların hesabına biz daha rahat hərəkət elətdirə bilirik. Yəni, əslində sürtünməni azaldırıq. Və deməli, sürtkü yağları dedik. Sürtkü yağları nədir? Məsələn, toxunan səthlərin kələkötürlüyünü doldurmaq üçün. O kələkötür hissələri, biz məsələn, tutaq ki, evdə qapı cırıldayır, deyirlər ki, yağ tökün, düzələcək, cırıltı kəsəcək. Həmin o cırıltı nədir? O qədər bir səthlər bir-birinə toxunub ki, artıq orada yeyilmə baş verib. Yəni, sanki o dəmirlər bir-birinə dəyir və cırıltı yaradır. Biz o sürtkü yağını ora tökəndə dəmirlərin o yeyinti hissələri dolur. Yəni, o kələkötürlük ki, yaranmışdı, həmin o kələkötürlük dolur. Və bu zaman kələkötürlük dolan zaman nə baş verir? Əlbəttə ki, səthlər hamarlaşır. Səthlər hamarlaşanda nə olur? Sürtünmə azalır. Bu şəkildə izah edə bilərik. Sonra, deməli, indi gələk yavaş-yavaş sürtünmə qüvvəsinin düsturun verməyə. Sürtünmə qüvvəsinin düsturu necə olur? Ümumiyyətlə, sürtünmə qüvvəsi bir dənə onu bilin ki, tək üfüqi hərəkətdə deyil.
Suda da yaranır, havada da var. Havada bayaq izah elədim. Məsələn, külək özü müqavimət qüvvəsidir, sürtünmə qüvvəsi də müqavimət qüvvəsidir. Sonra suda, məsələn, normal biri var ki, quru yerdə hərəkət edirsiniz öz sürətinizlə. Suda o sürətlə hərəkət etmək üçün daha çox enerji sərf edirsiniz siz. Sürtünmə qüvvəsinin düsturunu verəndə necə deyirik? Deyirik, sürtünmə qüvvəsi səthin reaksiya qüvvəsi ilə həmin səthin sürtünmə əmsalının hasilinə bərabərdir. Sürtünmə əmsalı mü hərfi ilə işarə olunur. Mü vurulsun n. Kitabda sizdə r yazıbdır. Biz əvvəldən öyrəşmişik reaksiya qüvvəsini n yazmağa. Ona görə də belə yazıram. Çox da böyük bir fərq eləmir. Yəni sizə necə xoşdursa elə də yaza bilərsiniz. Sadəcə məndə əlverişlidir ki, reaksiya qüvvəsini n ilə ifadə edeyim. Deməli, F sürtünmə bərabərdir mü n. Tutaq ki, bir cisimdir, üfüqi səth üzərində dayanıb. N nədir? Dayağın reaksiya qüvvəsi. Deməli, bu cismin müəyyən bir ağırlıq qüvvəsi var və cisim sükunətdədirsə dayaq üzərində, dayağın reaksiya qüvvəsi dayağa perpendikulyardır, bunu bilirik ki, və yuxarı yönəlir. Və bu halda n mj ilə tarazlaşır. Onda biz F sürtünmə üçün nə yaza bilərik burada? F sürtünmə bərabərdir mü mj. Bu düsturu çox vacibdir F sürtünmənin. Burada F sürtünmə nədən asılıdır? Müdən, m-dən və j-dən asılıdır. J indi yer səthi yaxınlığında dəyişmir deyə əsasən müdən, m-dən asılı qalacaq. Yəni onlar daha çox dəyişdiriləcək. Mü nədir? Səthin kərəkötürlüyüdür. Yəni səthin sürtünmə əmsalıdır. Sürtünmə əmsalı nəyi bildirir? Səthin materialından asılıdır. Səth çox kərəkötürdürmü? Kərəkötür dediyimiz və burada yenə də izah elədik. Yəni girintili, çıxıntılı, hamar deyil də, yəni nahamardır. Bundan asılıdır. Həmçinin bu cismin materialından asılıdır. Çünki bu cismin materialı nədirsə, sürüşkən material ola bilər, necə izah edeyimsə, mat material ola bilər. Baxır da, yəni materialdan asılı olaraq da bu cismin burada hərəkəti, sürəti dəyişəcək. Məsələn, biri var sürüşkən cisim qoyun bura, bir də var ki, sürüşməyən, başqa bir material. Taxta və yaxud da dəmir. Taxta ilə dəmiri təbii ki, eyni səthdə hərəkət elətdirəndə eyni sürəti olmayacaq da. Birinin sürəti çox olacaq, birinin sürəti az olacaq. Deməli, nədən asılıdır? Materialdan. Həmçinin həm səthin materialından, səthin növündən, kərəkötürlüyündən asılıdır. Həm də cismin materialından, cismin kərəkötürlüyündən. Başqa heç nədən asılı deyil. Yəni, mü'nü buradan mən düsturdan tapıram. F sürtünmə bölünsün n. Bəzən F sürtünmə böl F təzyiq də yazacağıq mü üçün. F sürtünmə bölünsün F təzyiq. Yuxarı siniflərdə bunu daha çox yazacağıq. Bu düstur mü F təzyiq kimi də ifadə olunacaq. Deməli, indi burada baxın, mü'nün vahidi nə ola bilər sizcə? Qüvvəni qüvvəyə böləndə vahid ola bilər, burada yox. Vahidsiz kəmiyyətdir. Mü vahidsiz kəmiyyətdir və düsturda olan heç bir kəmiyyətdən asılı deyil. Yəni, qrafik olaraq çəksək, mü'nün m-dən, j-dən, f sürtünmədən, f təzyiqdən, yəni reaksiya qüvvəsi heç birindən asılı deyil, sabitdir. Amma f sürtünmə mü'dən, m-dən, j-dən, F təzyiqdən, yəni reaksiya qüvvəsindən düz mütənasib asılıdır. Hər biri dəyişəndə avtomatik olaraq F sürtünmə də dəyişəcək. Bu belə. Və sonra gəlirik nəyə? Biz sizlə sürtkü yağlarından da danışdıq. Görək nə qaldı sizin kitabda danışmadığımız. Yenə də deyirəm, ola bilər ki, mənim verdiyim məlumatlar biraz sizin üçün çox olar. Yəni, mən burada kitabı kopya oturum danışım sizə elə eləmək istəmirəm. Çalışıram ki, həm kitabdakı mənanı izah eləyim sizə, həm də sizə daha yaxşı bu dərs aydın olsun, yadınızda qalsın və gələcəkdə kimlər ki, 1-ci və 4-cü qrup üzrə hazırlaşacaqlar, onlara daha çox indidən kömək olmaq məqsədi ilə demək, bu şəkildə danışırıq. Mən bu dərs haqqında sizə demək istədiklərim hələ ki bu qədərdir.
Suallar olarsa mütləq şəkildə rəylərdə yazın. Mən hər birinə cavab verməyə çalışacağam. Bacardıqca, çatdırdıqca, yəni vaxtım olduqca istəyirəm ki, sizə maksimum kömək edim və ümumiyyətlə bu 7-ci, 8-ci sinif kitab materialları da, dərslik materialları təzələndiyinə görə, yeni mövzular və yeni tipdə olduğuna görə imkan tapdıqca mən sizə bu mövzuların izahını çəkəcəm və sizdən də xahişim odur ki, yararlanırsınız. Sizin ehtiyacınız var buna və biz də maksimum şəkildə sizə kömək edirik. Siz də bizə kömək olaraq kanalımıza abunə olun, rəy yazın, geri dönüşlər bildirin, dostlarınızla paylaşın videoları ki, daha çox uşaqlar yararlansın. Ümid edirəm ki, sizin üçün hər şey yaxşı olacaq. İnşallah gələn dərsimizdə görüşənə qədər sağ olun.